Herkese salam. Gəlin birlikdə 2004-cü ildə Riyaziyyat Olimpiyadasına düşmüş suala baxaq. Deməli, mənə verib ki, AY bərabərdir BX. Gəlin hər tərəfi buradan kvadrata yüksəldək. Onda yazaram ki, AY-in kvadratı bərabərdir BX-in kvadratına. Buradan alıram ki, AY kvadratı Y kvadratı bərabərdir B kvadratı X kvadratına. Bu nəticəni aldıq, bir tərəfdə saxlayırıq. Gəldik ifadəmizə. İfadəmizdə hər tərəfi neyniyək? Ortaq məxrəcə gətirək daha doğrusu. Alıram X-in kvadratı üstə gəlsin Y-in kvadratı vurulsun. A kvadratı üstə gəlinsin B kvadratına. Yuxarı nə vuracağam? X-in kvadratı. Bunu vururam deməli A kvadratı üstə gəlinsin B kvadratına. Üstə gəlinsin B-nin kvadratı vurulsun. X kvadratı üstə gəlinsin Y-in kvadratına. Deməli, bunu sadələşdirək. Çox aydın vurulması. X-in kvadratını A-nın kvadratına vuram olur. X kvadratı A kvadratı. Üstə gəlinsin X kvadratını vururam B-nin kvadratına. Üstə gəlinsin Y kvadratını vururam A-nın kvadratına. Üstə gəlinsin Y kvadratını vururam B-nin kvadratına. Sürətli vuraq. Deməli, X-in kvadratı vurulsun A-nın kvadratı. Üstə gəlinsin X-in kvadratı vurulsun B-nin kvadratı. Üstə gəlinsin B-nin kvadratı vurulsun X-in kvadratı. Üstə gəlinsin B kvadratı vurulsun Y kvadratı. Bərabərdir. Deməli, aşağıdan alırıq. Birinci sürət yazaq. X kvadratı A kvadratına bir dənədir. Üstə gəlinsin. Baxın, bu hissədən 2 dənədir. Ona görə yazıram 2 X-in kvadratı B-nin kvadratı. Üstə gəlsin B kvadratı Y kvadratı. Baxıram məxrəcə. Məxrəcə uşaqlar Y kvadratı A kvadratı görürəm. Mən onda bunu nə ilə əvəz edə bilərəm? Bax, yuxarıda şərt olaraq yazmışam. A kvadratı Y kvadratı bərabərdir B kvadratı X kvadratına. Əvəz edək. Onda alıram ki, X-in kvadratı A-nın kvadratı üstə gəlinsin. Əvəz edəndə deməli bura nə yazıram? B kvadratı X kvadratı yazıram və bu ikisi birləşir. Olur nə? 2 X-in kvadratı B-nin kvadratı üstə gəlinsin Y kvadratı B-nin kvadratı. Baxıram ki, sürətlə də məxrəcdə ikisi də eyni şeydir. Deməli bunlar nə olur? İxtisar gedir. Keçində cavabı nə olur? 1 olur. Və biz bu misalı isbat etmiş olduq.